Yandırmışdı. Əli yanmışdı, idarə eləyə bilmirdi. Bu dəfə o onun yerinə getdi. Orada bir piyadaların döyüş maşını uşaqları var idi. Onları xilas eləməyə can atmışdılar və açıq əraziyə çıxmışdılar. Adətən tankistlər gizli yerlərdən həmlələr eləyir. Sonra bizə məlumat verdilər ki, bizim döyüş texnikamızdan biri erməni tərəfindən vurulubdur, ona kömək lazımdır. Bizim ekipaj mənim göstərişimdən hərəkət elədi irəli, gedib bizim döyüş maşınının qarşısına dayandıq ki, onu ateşdən qoruyaq və orada həmin ekipaja kömək göstərək ki, texnikanı geri qaytarmaq olsun. Və biz istər-istəməz tanklar ki, qabağa ki, belə dayananda, arxa fırlananda, o tank, onların tankı, Babagilin ekipajı düşür qabağa, biz arxa. Və bunlar qabaqda gitti, biz bunların dalıcaq. Bir-birimizin yəni deyirik də, mən görürəm, deyirəm sağa get, sola get. Bir anda gördüm ki, tankın topu başı aşağı getdi. Tank böyle möhkəm silkələndə düşdü. O saat bildim ki, vurulur. Keçdi BMT-nin qabağını bağlayanda bizim tankı vurdular. Mən olan ekipajda, bizə rəhmətli Babaverdə olan ekipajda vurdular. Vurarkən mən və operatorum tankdan düşdük. İçəridəki ekipaj döyüşçülərinin ikisi gördüm çıxdılar, yaralı, qan. Biz tankı saxladıq. Mən və Vaqif bizim tankın komandiri düşdük ki, köməyə gedək. Sürücüdən xəbər olmadı. Nə qədər çalışdıq ki, sürücüdən xəbər bilmədi. O tankın sürücü mexanikin lüku bağlı idi. Sonradan mən istədim ki, bəs gözlərim qaralır, yaralandığımdan xəbərim olmamışdı. Yaralı uşaqları tez o bir maşını dartdıq, apardıq, əyləşdirdik ki, aparsınlar hospitala. Başladıq bu lüku açmağa ki, görək Babaverdini xilas eləyə bilirikmi. Və bu anda təzədən düşmən tərəfdən atəşlər, mərmi atıldı və mən də yaralandım o an. Yəni artıq tankın üstündə və mən onu çıxarmağa vaxt tapa bilmədim. Artıq o yaralı idi ya bəlkə də həlak olmuşdu, yəni dəqiq bilmirəm. Huşumu itirmişdim. Mən öz gözlərimi açdım. 2 gündən sonra Füzuli Hərbi Hospitalında. Orada bildim ki, bəs Babaverdi rəhmətə gedibdir. Babaverdi Dəmirov 1992-ci il iyul ayının 1-də Füzuli rayonunun Gövsatlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Əskər yoldaşları onun çox çalışıblar, çox çətinliklə onun meyitini alıblar. Bir dəfə hətta mənim özüm o xilas eləyib. Mənim tankım mexanik arxada dağa qalxanda, arxadan demək olar ki, tank yuvarlana bilərdi. Təpədən aşa bilərdi. O mənim daldan rıçaqları işlədərək tankı saxlamışdı və komandir mən ölməmişəm, yenə də dalında dağ kimi durmuşam. Onun qısa döyüş yolu olub və prezidentin fərmanı ilə 16 sentyabr 1994-cü ildə ən ali hərbi ordenə layiq görülür. Özünü o qədər sadə aparırdı ki, kollektivlə bir yerdən mehriban aparırdı ki, ayrılmırdı zarafatları ilə, hər tipli uşaqların, hər tipli adamlarla bir yerdə ünsiyyət qurmağı bacarırdı. Hər kəs şəhid olmağı bacarmalıdır. Vətən uğrunda gedən döyüşlərdə hər kəs öz əlindən gələn layiqincə xidmətləri yerinə yetirməlidir. Deyirlər Allah birini alanda mütləq onun yerinə birini verir. Babaverdi dünyasını dəyişəndən sonra oğlu dünyaya gəlir. Adını Cəlil qoyurlar. Özündən sonra doğulan oğlu Cəlil eynilə atasının davamçısıdır.
Biz ona baxanda elə bilirik ki, onu görürük. Orta məktəbdə də oxuyanda məni ona oxşadırdılar deyənə, yəni onun adı ilə çağırdılar, Baverdi deyirdilər. Bir xasiyyətlərini də uyğunlaşdırdılar ki, yəni bu filan xasiyyətin yəni oxşarlığı var, yəni onu görürük sənə baxanda. Bugün Babaverdinin iki gözəl övladı onu fəxrlə anırlar. Bütöv bir nəslə bərabər ataları ilə qürur duyurlar. Mən atamla fəxr edirəm. Şəhidlik ölümlərin ən şərəflisidir. Şəhid bütöv bir millətin, bütöv bir xalqın övladı olur. Bütöv bir millət, bütöv bir xalq onunla fəxr edir, onunla qürur duyur, onu anır. Vətən üçün ölümə hazır olmaq vətənpərvərliyin ən bariz nümunəsidir. Babaverdi Dəmirov göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Bu ölüm tez, gec hamısı üçün var. Amma belə bir fəxirli ölüm hamına qismət olan bir şey deyil. Onun üçün də mən qardaşımla çox fəxr edirəm. Ali Baş Komandanımız nə vaxt əmr versə, biz yarımçıq qalmış işlərimizi, yəni düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etməyə hazırıq. Yəni mən və mənim silahdaşlarım, döyüşçü yoldaşlarım, yəni təcrübə görmüş dostlar həmişə hazır. Babaverdi Dəmirovun həyat yolunu izlədikcə bir daha anlayırsan ki, əsl ziyalılıq xalqının taleyinə, onun ağrısına, acısına laqeyd qala bilməməkdir. Vətənin dar günündə ona əsl oğul olmağı bacarmaqdır. Çətinliklə əldə etdiyin rahat bir həyatı, canını gərək olan məqamda doğma torpağa fəda etməkdir. Anladıqca vətən nədir, torpaq nə, kin nifrətin min qat artdı düşmənə, ayrılıqla dağ çəksəndə sinənə, bil ölümə qəhqəh çəkib gülmüşəm, əziz ana, şəhid olub gəlmişəm. Dəmirov, Babaverdi kimi oğlanların qəhrəmanlıq nümunələri indiki gəncləri də bu igidliklərə səfərbər edir. Budur əsl ziyalılıq, vətənpərvərlik. Biz inanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Heç kim unudulmur, heç nə yaddan çıxmır.